Putinin Ukraynadan qisas xəbərdarlığı təşviş yaratdı. Amerika Birləşmiş Ştatları səfirliyi təcili məlumat yaydı. Amerika Birləşmiş Ştatlarının Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib. Report xəbər verir ki, müvafiq bəyanat Amerika səfirliyinin saytında dərc olunub. Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb. Xüsusilə Ukraynadakı Amerika Birləşmiş Ştatları vətəndaşlarına hava hücumu ilə bağlı həyəcan siqnalı verilən zaman pəncərələrə yaxın durmamaq, sığınacaq üçün yerləri əvvəlcədən seçmək və yerli medianın yeniliklərini izləmək tövsiyə olunub. Qeyd edilək ki, Rusiya lideri Vladimir Putin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.